57 yaşa qədər iş var yoldaşlar. Gəlin o işlərdən sizə bəhs eləyim. İlk öncə bəhs etmək istəyirəm A-Marketdəki Gezur növbəsində olan işdən. Qeyd edim ki, bu iş yerləri Xətai rayonunda, Suraxan rayonunda, Nizami rayonunda, Nərimanov rayonunda, Xəzər rayonunda, Sabunçu rayonunda var. Əmək haqqısı 620 manatdır. Üstəgə bonusu da var. Təcrübə də tələb eləmir. 18-50 yaşlı şəxslər müraciət edə bilər. İş saatı da axşam 10-dan səhər saat 8-ə qədərdir. Gecə növbəsində olan belə bir iş var. Sonra 50 yaşa qədər olan dayə işi var. 55 yaşa qədər olan da dayə işi var. Bir şəxə də 300 manatdır. 55 yaşa qədər olan xadimə işi var 700 manatdır. Aşpaz işi var 50 yaşa qədər. Aşpaz 2500 manatlıq olan variantı da var. Evə köməkçi iş xanım lazımdır 50 yaşa qədər 700 manatlıq. Sürücü işi var 50 yaşa qədər. 50 yaşa qədər logistik üzrə menecer işi var Seylabsuda. 50 yaşa qədər havalandırma, isitmə və soyutma sistemləri üzrə mexanik işi var. 50 yaşa qədər fəhlə işi var 700 manatlıq. 50 yaşa qədər etiket yapışdıran işi var 500 manatlıq. 55 yaşa qədər xadimə işi var 600 manatlıq. 55 yaşa qədər yanacaq dolduran operator işi var 550 manatlıq. 55 yaşa qədər xadimə işi var 900 manatlıq. 55 yaşa qədər mütəxəssis işi var yoldaşlar. Belə deyim, ona nə deyirlər? Gömrük üzrə. 55 yaşa qədər farmasevt, əczaçı işi var. 50 yaşa qədər baş aşpaz işi var. 55 yaşa qədər elektrik təchizatı üzrə layihəçi, mütəxəssis işi var. 57 yaşa qədər ailə sürücüsü işi var. 55 yaşa qədər yük maşını sürücüsü işi var. Və ən az 21 yaşınız varsa və daha yüksək, ambardar işi də var. Bu işlərdə müraciət məsuliyyətini çəkirsinizsə və yaxud da digər işlərdən tanış olmaq istəyirsinizsə, 60 yaş və yaxud da digər yaş üzrə olanlardan da və yaxud da digər 50 yaşlılar üçün olan işlərlə də. Ümumiyyətlə, bir sözlə iş tapmanızı istədiyini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.